Ağdam Sənaye Parkında fəaliyyətə başlayan El Elektrik Məhdud Məsuliyyətli Cəmiyyəti ölkəmizin sənaye potensialının genişlənməsinə yeni töhfə verir. Müəssisədə elektrik paylayıcı avadanlıqlar, elektrik yuvaları, beton yarım stansiyalar və ilk dəfə olaraq elektromobillər üçün şarj cihazları istehsal olunur. İstehsalda Avropa və Türkiyənin müasir texnologiyalarından istifadə edilir. Şirkətin texniki direktoru Ruslan Şxaliyevin sözlərinə görə 1,7 hektar ərazidə qurulan müəssisə 2 mərhələdən ibarətdir. Artıq birinci mərhələnin işləri tamamlanıb. Burada ildə 35 və 10 kilovoltluq elektrik paylayıcı qurğular, 0,4 kilovoltluq güc və idarəetmə panelləri, kondensator qurğuları, həmçinin 150 ədəd beton yarımstansiya və 140 ədəd elektromobil şarj cihazı istehsal ediləcək. Bu günə qədər 24-cü ildən bəri şirkətimiz azad olunmuş torpaqların böyük bir hissəsinə öz istehsal elədiyi məhsullarla təcrid edib. Gördüyünüz bu zavodda işçilərimizin 90-95%-i yerli sakinlərdir. Bununla da biz bu regionun sosial rifahının inkişafında böyük dəstək vermiş olduq. Hazırda müəssisədə 70 nəfər işlə təmin olunub. İstehsal olunan məhsulların 60%-i daxili bazara, 40%-i isə xarici ölkələrə ixrac ediləcək. Burada çalışan işçilərin 95%-ə qədəri yerli sakinlərdir. Zavodumuzda istehsal olunan 6 və 10, 35 kilovoltluq elektrik yuvalarının və avadanlıqlarının montajında, sxem üzrə yığılmasında, təhlükəsizlik qaydalarının icra olunmasında iştirak edirəm. Sənaye parklarında tətbiq olunan vergi və gömrük güzəştləri nəticəsində müəssisə bugünədək 73 min manatdan çox vəsaitə qənaət edib. Beləliklə, Ağdamda yaradılan bu yeni sənaye müəssisəsi həm bölgənin iqtisadi inkişafına, həm də Azərbaycanın enerji və sənaye sektorunun güclənməsinə mühüm töhfə verir. Günay Hüseynova, Şamxal Adıgözəlov, Həcər Həsənova bugün informasiya proqramı üçün.